Növbəti avtomobilimiz Honda CR-V 2010-cu ildə. Bu avtomobildə demək nə işlər görülür? Avtomobilin zastonkası bərbad bir haldadır. Zastonkası yuyulacaq. Farsumkalar 2010-dan bəri bəlkə də yuyulmayıb da farsumkalar. Salnikləri quruyub yapışıbdır. Avtomobildə problem çəkim zəifliyi idi və avtomobil texnik işlədiyi zaman taxometr oynayırdı aşağı yuxarı. İnşallah bunlar yuyulacaq, tam ideal bir şəkildə yığılacaq avtomobilin üzərinə. Avtomobildə taxometr oynayırdı və aparatı zəif götürürdü avtomobil. Farsumkalar yuyuldu, zastonkası yuyuldu, hamısı aradan qalxdı problemlər. Gördüğünüz kimi avtomobil tam ideal bir vəziyyətdə işləyir. Xeyri uğurlu olsun avtomobil sahibine.